böyük böyrək daşlarından danışmaq istərdim. Tez-tez xəstələr müraciət edir bizə iki cürə daşlarla böyrəklərdə, ya çox xırda daşlarla, ya da böyük və mərcənvari daşlarla bizə müraciət edir. Və çox vaxtı xəstələr sual altında qalır ki, həmin bu daşlar aşkarlanandan sonra hansı müalicə növü, hansı əməliyyatı seçmək daha uyğundur. Biz xəstələrə bütün əməliyyat variantlarını izah edirik, amma ümumi götürsək, standart əməliyyat metodu perkutan dediyimiz bir əməliyyatdır. Perkutan deyəndə, yəni doğru adı bu əməliyyatın perkutan nefrolitotripsiya. Yəni ki, perkutan sözü dərinin içərisindən keçərək deməkdir. Nefrolitotripsiya bu deməkdir ki, böyrəyin içində olan daşları parçalamaq. Adi vaxtlarda bu əməliyyata perkutan əməliyyatı deyilir. Ümumi götürsək, bu əməliyyatın məqsədi nədir? Bu əməliyyat böyrəyin içində olan daşları lazerlə ya pnevmatik litotriptorlarla parçalamaqdır və bütün o qırıqları həmin yolla çıxarılması. Lap sadə desək, böyrək nahiyəsində ultrasəs müayinə altında böyrəyin içinə punksiya edilir, yəni ki, iynə qoyulur. O iynə ilə həmin deşik böyüdülür təxminən ya 5 mm qədər, ya da 1 sm-yə qədər və həmin o deşiklə nefroskop dediyimiz alət var. Həmin nefroskop daxil olur böyrəyin içinə və bütün o daşları aşkarlayıb lazerlə ya müəyyən litotriptor variantı ilə tam olaraq parçalanır. Amma burada perkutan əməliyyatının iki variantı var. Standart dediyimiz perkutan, standart dediyimiz yəni nə deməkdir? Standart deməkdir ki, əməliyyat masasında xəstə üzü üstə çevrilir narkoz veriləndən sonra və əməliyyat üzü üstə olunur. Bu qızıl standart dediyimiz bir metoddur. Amma müəyyən səbəblərə görə ümumiyyətlə bütün dünyada bu dəqiqə ikinci varianta keçirlər. Ondan bu dəqiqə danışacağam. Bu standart metodikanın mənfi tərəfi nədir? Mənfi tərəfi ondan ibarətdir ki, müəyyən xəstələr var ki, ürək xəstəliklərinə görə, ağciyər xəstəliklərinə görə, bəzi xəstələrdə çəkiyə görə bu xəstələrin üzü üstə uzun müddətli uzanması məsləhətli deyil. Ya müəyyən risklərlə bağlıdır. Əsasən də ürək xəstələrində. İkinci mənfi tərəfi belə götürsək, əməliyyatın müddətinin uzadılması. Çünki xəstəyə narkoz verib, sonra o xəstəyə müəyyən müayinələr edib, sonra o xəstəni üzü üstə çevirmək ən azından 20 dəqiqə, 30 dəqiqə vaxt aparır standart variantlarında. Bəzi variantlarda isə daha da çox vaxt aparır. Yəni əməliyyatdan 30 dəqiqə keçib, amma əsas əməliyyat heç başlamayıb. Bizim klinikamızda Respublika Diaqnostika Mərkəzində biz ikinci variant perkutan eləyirik. Əsasən bu əməliyyatın adı supine position. Supine yəni ki, bel üstə deməkdir, litotomik vəziyyətdə. Əlbəttə, bu əməliyyatın üstünlükləri, əməliyyatın vaxtının qısadılması və xəstələrdə daşın parçalanması zamanı daşların evakuasiyası həkim üçün daha tez keçirilir, nəinki xəstə üzü üstə olanlar. Və əlbəttə ki, müəyyən yanaşı xəstəliklər olan xəstələrdə, kardioloji xəstələrdə bu risklərin daha da azaldılması, müəyyən ağırlaşmaların riskini nəzərdə tuturam. Amma ümumi götürsək, demək olmaz ki, hansısa bu əməliyyatların yaxşıdır, hansısa pisdir. Yəni ki, burada belə bir seçim yoxdur. Sadəcə bu bel üstə olunan perkutan əməliyyatı hal-hazırda axır 5-7 il ərzində belə dediyim daha da çox dünyaca məşhurlaşır və bütün dünyaca klinikalar bunun üstünlüklərini görüb buna doğru gedirlər. Bel üstə olunan əməliyyatın əsası da həkimin təcrübəsidir. Çünki bu əməliyyatların nəticəsi eyni bir olsa belə başlanğıcı çox fərqlənir. Çünki üzü üstə olan əməliyyat orada tamamilə başqa böyrəyə daxil olunur. Amma ikinci variantda bel üstə olanda orada ultrasəs nəzarət altında bu olunur. Ona görə də bu həkimlərdən çox yüksək təcrübə tələb edir. Bizim klinikamızda demək olar ki, 98% xəstələrdə, ümumi xəstələrdə biz bel üstə eləyirik əməliyyatı. Yəni ki, bu bizim praktikamızda belə deyim, ən çox rastlaşdığımız əməliyyatlardan biridir. Amma yenə də mən 100% demədim, 98%. Bizdə də elə xəstələr olur ki, biz o 2%-də məcburuq xəstələri üzü üstə eləyək müəyyən səbəblərə görə.